Çox risk alan insanlar əksəriyyəti travmalı insanlardır. Yəni psixoloji travması olan insanlardır. Niyə elə düşünürsən? Normal insan o qədər risk götürmür. Niyə elə düşünürəm? Belə deyək, riski nəyə görə alırsan? Riski daha çox mükafat almaq üçün alırsan. Daha çox mükafatı niyə istəyirsən? Xoşbəxt olmaq üçün. Aha. O deməkdir ki, səni başqa şeylər ya xoşbəxt eləmir, ya da sən normal həyatında lazımı qədər mükafat almırsan. Yəni uşaqlıq həyatında elədiyin şeylər üçün. Məsəl üçün səni tərifləmirlər. Nəsə eləyirsən, uşağın davranışı nədir? Uşaq nəsə eləyir, anasının, atasının diqqətini cəlb eləmək üçün. Ya özünü yaxşı aparır ki, bunu tərifləsinlər ki, bu nə hal uşaqdır, bax, nə qəşəng oxuyur dərsini, nə qəşəng şəkil çəkdi və s. eləyir. Əgər o görürsə ki, o diqqəti ala bilmir, nə edir? Özünü pis aparmağa başlayır. O şuur salmaq nədir? O riskdir. Sən risk götürürsən, cəzalanmaq riskini götürürsən ki, o diqqəti əldə eləyəsən. Onda belə bir ardıcıllıq yaranır da. Sən uşaq vaxtı xoşbəxtsənsə, heç nəyə ehtiyacın yoxsa, valideynlərin bilirsən ki, səni dəqiq kimi sevirlər, sən özünü sübut etməyə ehtiyac yaranmayacaq. Bəli. Sən karyerada uğurlu olmayacaqsan. Bəli, nə karyerada, nə biznesdə uğurlu olmayacaqsan. Düzgün yanaşma deyil. Yo, həyatımızın qaydası budur. Belə deyək də, mən məsəl üçün öz oğlumdan götürsək, məsəl üçün biz gedirik Batut yerinə. Tullanır düşür öz üçün, əla super. Sonra orada strafovka ilə, sığorta ilə belə şeylər var da. Qalxırsan, düşürsən, tullanırsan, biraz risk vardır. Yəni yerdən yarım metr yuxarıda hərəkət edirsən, belə deyək. Ağlayır da özünü öldürür. Yox, mən eləyəmmərəm. Hələ bunun sığortası da var. Yəni üstünü sığorta ola yarım metr hündürlükdə hərəkət etmək istəmir, qorxur. Onun ora getməyə, o geroyluq eləməyə bir səbəb yoxdur. Çünki uşaqdan böyüyəndən bəri hər şeyə görə tərifləyiblər bunu. Nə istəyiblər alıblar. Həmişə də diqqət mərkəzində olub tək uşaqdır. Geroyluq eləməyə bir səbəbi yoxdur. Yəni lazımından artıq risk götürməyə, atasının, anasının diqqətini, sevgisini əldə etmək üçün səbəb yoxdur.